16-cı kataloqa bismillah eləmişik. Bu kataloqun mövzusu əslində üstündəki şəkildən bilinir. Nə dərəcədə baxmısınız, diqqətlisiniz bu kataloqa və bu kataloqda bizimlə söhbət olacaq adam kimdir? Bu kəslərdən hansının dilindən mövzu açılır? Bunu fikirləşmişsiniz, fikir verəniz olubmu? Bunu bildirərsiniz. Yeni il ab-havası kataloqun üstündəki şəkildən, hədiyyələr boxçasından bəllidir. Amma onu da bilirik ki, kataloqumuz böyük həcmdədir və bütün kataloqların, 17 kataloqların hər birinin, hamısının daha doğrusu eyni bir sxem üzrə qurulubdur. Yəni, biz müştəriyə göstərəndə müəyyən ardıcıllıqlar var ki, onları izləməliyik. Ən birincisi kataloqun drive olur. Bu kataloqda drive olaraq iki şeyə fokuslana bilərik. Bunun biri, 5-i birində Wonderflash çox funksiyalı tuşdur, 2 dənə kisti var. Möhtəşəm effekt verir, bunu hamımız bilirik ki, 5-i birində tuş hər 15 saniyədən bir satılan tuşdur və burada bu tuşu 50% qiymətə almaq hüququ imkanı var. Bu şərtlə ki, kataloqdan hər hansı bir məhsul alasan. Məsələn, 10 məhsul seçmisənsə kataloqdan 10 dənə də belə bir tuş sifariş edə bilərsən. Kataloqun bir aparıcı qüvvəsi budur. İkinci bir aparıcı təklif, Giordani Gold Map'da kişi ətri, bu ətri də almaq üçün kataloqdan 14 manat 90 qəpiklik sifariş eləyəndə bunu almaq olar. Bu ətr deməzdim ki, tualet suyu 16, 17, 18 yaşlı, 20 yaşlı oğlanların işlədəcəyi tualet suyu parfümdür. Yox. Bu daha çox, belə deyək, 24-23-dən yuxarı olan, haradasa idarədə, ofisdə işləyənlərin, çünki çox ağır olmayan bir ətirdir. Çox tünd deyil, eyni zamanda çox ümumən kəskin iyisi yoxdur. Çox bəyənilən bir qoxu olacaq, bilirəm. Bunu alanlar çox məmnun olurlar. 45% endirimdən almaq olar. Bu şərtlə ki, 14 manat 90 qəpiklik alış-veriş eləyəsən. Ümumən Giordani Gold seriyası gözəl seriyadır. Bunu hamı bilir. Və kataloqun əvvəlində ki, bayaq dedim ki, göstərdim ki, şəkil, yəni şəkildən bilirik ki, burada ailə mövzusudur. Eləcə də burada kataloqun elə başlanğıcında da qardaş üçün, bacı üçün, xala üçün, ana üçün hətta bir açıqlama yazılır. Əgər fikir vermişsinizsə, deyir ki, qardaş sənin sanki atandır. Qəfildən gəncliyini xatırlamaq qərarına gəlmiş atan. Dostlarla barda otururlar, fitness zalda yarışırlar, döyüşürlər, görüşürlər. Amma onun üçün sən onu çox sevirsən. Qulaqçığı da ondan ala bilərsən. Və yaxud ki, bacı üçün deyir ki, bundan çox vaxt ola bilir ki, bu dəcəl qızdır, ona saç sancağı, yaxud ki, anan onu çox istəməsi olduğuna bəzən də qısqanırsan. Amma ki, səndən məsləhət, sənsə ondan bəlkə də yoga üçün xalçanı istəyirsən əli boyunca. Xala üçün də çox xoşuma gəlib bunların açıqlamaları. Deyir ki, xana ananın bacısıdır, həm də ananın muavinidir. Həm sənin tərbiyəçindir, həm kuratordur, həm prokurordur. Bunu da çox bəyənmişəm ana haqqında. Və ailə dostları üçün də deyir ki, ailə dostları onlardır ki, ailə ciddiyidir. Onların sizin ailənin qurulmasından, sizin bir-birinizlə tanış olmazdan başlamış, ta adam ilk uşağınız olunacaq, uşaqlar böyüyənəcək. Yəni, ailələr o ciddiylə, siz ciddi bir-birinizi müşahiyyət eləyən ciddilərdir. Buna deyilər ailə dostları. Və gəlirəm buna. Həmin bu deyilən kəslərə, yəni əziz sayılan yaxınlara, doğmalara kataloqun ilk səhifələrində, adətən elə ilk səhifələrdə yüksək endirimlər olar. 14-cü səhifədən 27-ci səhifəyə qədər 50%-ə qədər endirimlər var. Özü də elə gözəl endirimlər ki, yəni dəst şəklində. Bilmirəm, amma baxmısınız ya yox ki,
Bax, bu divaynı kimə hədiyyə eləyər qız? Kimə? Divaynı bacısına eləyir. Bəs love potion-ı dəstin kimə hədiyyə eləyir? Onun rəfiqəsinə eləyir. Bəs eklat femini kimə eləyir? Ailə ciddi ki var idi, onun qadınına. Onda bəs kişisinə nə hədiyyə eləyir? Eklat və kişi dəstinə hədiyyə eləyir. Bəs sizdən soruşsam ki, bu şəkildə kimdir bizim qəhrəmanımız? Sizcə qəhrəmanımız kimdir? Bax, bizim qəhrəmanımız bu qızdır. Bax, bu qızımızın dostları da bunlardır. Bacısı budur, kiçik bacısı budur. Bunlar da rəfiqələri və xalası qızıdır. Yəni, xırda detallardır, amma diqqətlə baxanda onun içində də bir elm görsənir. Və yüksək endirimlərdə özünüzü də nəzərdə tutub, deyir ki, cəmaatı 50%-dən olanları deyir, özün üçünsə 65% endirimə düşüb, özü onunla sevindir. Və sevgilinin dilindən sənin üçün yazır, sən mənim sevimlimsən. Bu enigma ətrini alıb, çünki yüksək endirimi var, alıb özünü sevindir. Bu da çox maraqlı məhsuldur və maraqlı şəkildə də təklif olunur. Amma bir şey deyəcəm. Ata və ana təbii ki, nəzərdədir. Çünki burada doğmalarınızı sevin deyərək əzizlərinizə təklif olunan məhsullar səhifə 10-dan 43-cü səhifəyə gedərdir. Və başlanır anaya olan hədiyyə ilə. Ana üçün yazılır ki, ana ən yaxşı məsləhətçidir, administratordur, psixoterapevtdir. Sən doğulmamışdan xeyli qabaq səni sevməyə başlayan, uğurlarına səndən çox sevinən insan və sənin ilk gəncliyinin adını xatırlayan. Əlbəttə ki, ana səmimi isteyin tükənməyən mənbəyidir. Amma bir şey deyəcəm, ana üçün nəzərdə tutulan məhsul çox qiymətli bir məhsuldur. Giordani Gold Essence o və orada onun bədən kremidir. Ana seriyası ilə demək olar ki, parfüm hədiyyələr dəsti ana ilə başlayır. Ata üçün də gözəl fikirlər yazır ki, ata səni qucağında gəzdirən, gecə serenadalar oxuyan, kinoya aparan həyatındakı ilk kişidir. Və sən artıq böyümüsən, amma söhbət hədiyyədən düşəndə o əvvəlki kimi hələ də sənə etiraz edə bilmir. Amma sözün düzü kataloqun tərtibatında ata üçün nəzərdə tutduqları hədiyyənin ana üçün nəzərdə tutulanla müqayisədə 2-3 qat qiymətdə ucuz olan olduğunu qavramaq istəmədim. Yəni, ata üçün də hesab edirəm ki, daha bahalı bir parfüm suyumuzu qoyardılar, ya tualet suyu qoyardılar, bahalısı olardı. Yəni, doğmalarınızı sevin deyildi. Bu doğmaların içində həmkarlar var, iş yoldaşları, saça qulluq seriyalarından, məsələn, şampunlardan orada yazılıbdır. Orada xala qızı var, əmi qızı var, xırda balaca bacı var. Yəni, bu kataloqda yüksək endirimlər deyilən bölümümüz məhz doğmalarınıza sevgi, doğmalarınızı hədiyyələrlə sevindirin, sevginizi onunla bildirin deyilən devizlə gedir, 10-cu səhifədən 43-cü səhifəyə gedər. Amma hay endirimdə olurlarsa da, o məhsullar çox da ucuz deyirlər. Yəni, müəyyən kəslər var ki, onlar üçün 70 manatlıq dəst 50% düşüb 35 manat olub, söravna onun üçün bahadır. Və bu halda biz kataloqlarımızda daha bir yüksək endirimlərin hər zaman kataloqun arxa səhifələrində olduğunu bilirik. Bu kataloqda 146-dan 165-ci səhifəyə qədər daha bir mövzu gedir və o mövzunu da çox bəyənirəm. Daha çox hədiyyə, daha çox sevgi, daha çox sevinç, daha çox enerji,
daha çox həzz, daha çox kəşf. Yəni çox bəyənmişəm. Məsələn, Discover seriyasından duş gelin qoyub, sabunu qoyub, orada daha çox kəşf. Yəni sən orada Yaponiyanı kəşf eləyirsən, Kubanı kəşf eləyirsən. Çünki bilirik ki, o məhsullarımızda adları var. Yəni Yapon mərasimləri var, Kuba mövzusu var. Daha çox həzz olaraq adlanır. Orada nə? Əllərə, ayaqlara çəkilən kremlər, skraplar, babullar oradadır. Pilka və qiymətlər də çox sərfəli qiymətdir. Daha çox enerji bunu kişi seriyamızda göstərdikdir. Orada da 2 dənə dəst var. Çox gözəl qiymətə. Daha çox sevinç, daha çox sevgi, yəni ətrafındakilara çox hədiyyə eləməklə, onlara uyğun hədiyyələri seçməklə sevgini, sevincini bölüşə bilərsən və sayları da çox ola bilir. Yəni, belə deyək, 30 manata bir məhsul verməklə, amma bir də var ki, 10 manata 2 dənə məhsul alıb hədiyyə verə bilir. Yəni, qənaəti sevənlər, büdcəsi belə deyək, çox böyük olmayanlar, amma sevgisini göstərmək istəyənlər, enerji bağışlamaq istəyənlər məhz kataloqun bu arxa səhifələrindəki yüksək endirimlərə baxa bilərlər. Çünki həmin o yerdə belə gözəl dəst var. Məsələn, 4 manat 19 qəpiyə əl kremi və sabun və qış mövzusunda. Və yaxud ki, oğlan uşağı olsun, qız uşağı olsun, onlar üçün 8.29-a ətir, tualet suyu və sabun. Oğlanların sabunu özdə belə robot formasında, qızlarınki də çox zərif yumruluqdadır. Və yaxud ki, bayaq dedik, çox enerji kişi seriyasında. Yəni, bax, 2 dənə dəst var ki, hər birində məhsullar 50% indirimdədirlər. Və kataloqun yenə həmin o yüksək endirimli arxa hissəsində yenə maraqlı bir təklif var. Bu da Zevan seriyasından mövsümi çalarlar. Yəni, qış dövrünün bilirik ki, çalarları ilə işlənilən rənglərlə yay payız dövründə fərq var. Və bu mövsümün çalarları 5 rəngdə yeni dırnaq boyası, eyni zamanda dodaq boyası var. Və reallıqla baxanda düzdür. Burada 3 dənəsində parıltı çoxdur. 3 dənəsində parıltı çoxdur. Və kataloqdakı şəklə nisbətən hətta biraz rənglər yəni daha tündür. İstər bu lakda, istərsə də bunda. Amma zərrəri var. Dodaq boyalarında da yenə həmçinin bilirik ki, bax bu Powershine seriyasında rəngdən daha çox parıltı var. Çünki baxın, burada hətta belə biri var. Gümüşü rəngdə, bu bəlkə də yeni il gecəsində karnaval yaxud bayram əhval-ruhiyyəsində olanda hansısa bir hətta üzə də çəkmək olar, nəysə bir çalar vermək üçün. Bunlarda yəni xüsusi rəng yoxdur. Əsas daha çox parıltı verməkdir. Və hər zaman biz istənilən məhsulu alan kəsə fikrin yönləndiririk həmişə bütün kataloqların arxa üz qabığında olan super təklifə. Yeni çıxan parfümümüzdür ki, bu parfümü 65% endirimlə 12 manat 50 qəpiyə almaq imkanı verilir. Kimə? Kim ki kataloqdan hər hansı bir məhsul seçibsə. Yəni, hər hansı bir məhsul alıbsa, həm 5-i birində turşu ala bilər, həm bu parfüm suyunu ala bilər. Bunları alırsa, o həmin o Giordani kişi ətrində super qiymətə əldə edə bilər. Deməli, biz danışdıq drivelardan danışdıq, biz danışdıq kataloqun ilk səhifələrində olan yüksək endirimlərdən, sonra gəldik kataloqun arxa səhifələrindəki yüksək endirimlərdən, sonra gəldik kataloqun arxa üz qabığındakı təklifə. Və bu kataloqumuzda isə bizim həm də yeniliklərimiz var. Yeniliklərimizdən yenə arxaya sarı və bu dəstə mən çox bəyənmişəm. Bu dəstə duş gelidir, duş kremi ilə və lasyonudur. Bunların tərkibində qızılgül, özdə qiymətli qızılgülün ətri, badam yağı, yadımdan çıxır, bir də kofe. Bu iyilər var.
Və burada bunlar da dəst şəklində daha sərfəli qiymətədir və belə də bir aksesuar sırğa qoyulub. Əslində bu kataloqda aksesuarlar hədsiz boldur, çoxdular. Fikri bax bu seriyaya yönəltmək istəyirəm. Bilirik ki, önümüzdə gələn il xoruz ili olacaq. Xoruzunsa nələri olur? Bəzəkli lələkləri olur. Ona görə də bax bu səhifədə qoyulan seriya məhz lələklər mövzusudur. İstər pasportun üz qabığı olsun, istər əlfəcin olsun, istər klon sep olsun, ya hətta kruşka olsun. Bunların hamısının üstünə mövzunu görürsünüzmü? Yeniliklərimiz məhz bu seriyada lələk, qızılı lələk, yəni xoruzun şərəfinə qoyulubdur. Amma ümumən aksesuarlar bu kataloq çoxdur. Adyaldan tutmuş, daha çoxlu kruşkalara qədər, şarflara qədər, yəni maraqlı, hədiyyəli aksesuarlarımız çoxdur. Amma siz bilirsiniz ki, aksesuarların balları azdır. Aksesuarların balları azdır və aksesuarların icmalı olmaz. Niyə icmaldan söz salıram? Ona görə ki, bəzən müştərilərimiz, bəli, biz göstərdiyimiz yerləri gördülər və sonra bunlara kataloqun ortasındakı əsas məhsullar ki var, orada məsələn, indi Signature, Rival, ətridir, endirimdədirlər, yəni yaxud ki, üzə qulluq, üzdərisinə qulluq seriyamız var, kataloqun içində yetərincə 30%, 25% endirimdə olan məhsullarımız var. Amma ola da bilir ki, müştəri istədiyi şeyi heç orada da tapır. O zaman biz üst tuturuq icmallara. İcmalısı odur ki, orada məhsullar endirimdə deyilər. Səhifə 138-139-cu səhifədə endirimə düşməyən ətirlərimizin icmalı var. 130-131-də isə saç bədənə qulluq seriyamızın icmalıdır. Üz dərisinə qulluğun icmalı isə 104-105-ci səhifədədir. Dekorativ seriyamızda isə icmal seriyalara uyğun olaraq. Çünki biz bilirik onun içində verimi var. Verimi 92-ci səhifədədir. Var Zivan seriyası, o 86-87-ci səhifədə. Giordani Gold seriyası isə 68-69-cu şəkildə icmalla verilib. Yəni orada endirimə düşməyənlərdir. Yəni əslində Oriflame məhsullarının çeşidləri məhz bu bloklardan, əslində 4 burada blok göstərdik. Ətirlər, saç bədənə qulluq, üz dərisinə qulluq, dekorativ icmal. Bu 4. Aksesuarlar köməkçidir və onların icmalı yoxdur. Və bir də var bizim sevimli wellness məhsullarımız. Kataloqa düşüb düşməməyindən asılı olmayaraq wellness məhsullarını biz unutmamalıyıq. Çünki sağlamlığımızı unutmamaq üçün və əzizlərimizi sevindirmək üçün. Hər birinizə uğurlu kataloq arzulayıram. İnşallah ki, kataloq gözəldir, sifarişləriniz bol olar, əzizlərinizi sevindirərsiniz, öz dövriyyənizi yaradarsınız, qeyri-tükanlara xeyir verməyin, özünüzü öz mallarınızdan sevindirin. Hamınıza bərəkətli bir kataloq arzulayıram.